Deməli, birinci like, love, hate-dən danışaq. Deməli, like, love, hate, like fiili, love fiili, hate fiili. Xoşlayıram, sevirəm, nifrət edirəm. İnkar edəndə də deyirik don't like. Və yaxud da he olanda doesn't like. Burada o qaydalarda gördüyünüz plural məsələsi nə idi? Yəni siz məsələn bir şeyi sevirəm deyəndə, məsələn mən almanı sevirəm. I like və yaxud da love apples. Bu yəni rus dillər üçün daha rahatdır. Çünki я люблю яблоки deyirik də, я люблю яблоко demirik. Və yaxud da I hate apples. Bu amma sayılan isimlərdirsə. Məsələn, mən çörəyi sevmirəm deyəndə I don't like bread deyirəm. Çünki bread sayılmayan isimdir.